Milli Məclisin növbədənkənar sessiyasında Naxçıvan Konstitusiyasına dəyişikliklər qəbul olunub. Digər məsələ isə qaz və elektrik enerjisində aylıq sabit tariflə bağlıdır. Məbləğ hər abonent üçün 1 manatı keçməyəcək. Media qanununda və şəxsiyyət vəsiqələrinin formasında da yeniliklər edilib. İndi müzakirələrə daha detallı şəkildə nəzər salacağıq. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında Naxçıvan Konstitusiyasına çox saylı dəyişikliklər son oxunuşda qəbul olundu. Parlamentin gündəliyində olan digər məsələ isə qaz təchizatı haqqında və elektroenergetika haqqında qanun layihələrinə dəyişikliklər idi. Buna əsasən təbii qaz və elektrik enerjisindən istifadə ilə bağlı sabit tarif hər bir abonent üzrə aylıq 1 manatdan çox olmayacaq. Nazirlik olaraq sabit tarifin maliyyə tutumu məsələsinə gəldikdə hesablamalar aparılıbdır və ötən tarif dövrləri üzrə apardığımız indikativ təhlil və hesablamalara görə bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin 2%-dən aşağı səviyyədə hesablanmışdır və həmin dövr üçün sabit tarif səviyyəsinin əhalinin hər bir abonenti üzrə aylıq 1 manatı aşmayacağı anlamına gəlibdir. Media haqqında qanuna da dəyişikliklər edilib. Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 3 iş gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməlidir. Həmçinin dəyişikliyə əsasən media subyektlərinin adları digərlərinin adları ilə eyni və ya oxşar olmamalı. Onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir. Media haqqında yeni qanun son 4 ildə pozitiv dinamikaya səbəb olub, onlayn media subyektlərinin material istehsalını stimullaşdırıb, özünə məxsus informasiyanın xüsusi çəkisini artırıb. Web saytlarda xəbərlərin nisbəti 3 dəfə böyüyüb və həcmi təqribən 35%-ə çatıb. Geniş oxucu kütlələri olan onlayn media subyektləri ilə yanaşı, kiçik auditoriyalı web saytların məzmununda da dəyişikliklər baş verib. Copy-paste mediasının meydanı daralıb. Media reyestrinə daxil edilməklə bağlı təklifdə jurnalistlər və həmçinin xarici jurnalistlər deyil, mediada çalışan bütün jurnalistlərin qeyd olunması məqsədə uyğun olur. Praktik olaraq, əgər bu maddədə mediada çalışan, həmin media orqanında çalışan bütün jurnalistlər qeyd olunursa, bu bütün jurnalistlərin media reyestrində qeydiyyata alınmasını məcbur etmiş olur. Səyahət zamanı şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu cəhətdən şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Dəyişikliyə əsasən yeni nəsil şəxsiyyət vəsiqələrində yaşayış yeri göstərilməlidir. Bu qanun hazırda qüvvədə olan şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi tələbi yaratmır. Ona nəzər almaq lazımdır ki, Türkiyə kimi misal üçün qardaş respublika ilə uçuşlar da artıq faktiki şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Bu da tələb edir ki, tam həmin standartlar uyğunlaşsın. Vaxtı bitən, yəni qanunvericilikdə nəzərdə tutulmuş hallarda, yaşdan və yaxud da ki, dəyişdirilməsi tələb olan müəyyən hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə artıq yeni şəxsiyyət vəsiqəsinin tələbləri olacaq. Məhz bununla bağlı olaraq keçid müddəaları nəzərdə tutulmub. Yəni, mövcud şəxsiyyət vəsiqələri qüvvədədir, işləyir və heç kim üçün bir əlavə ödəniş, problem mövcud deyil. Müzakirələrdən sonra gündəlikdə olan 15 məsələ ikinci və üçüncü oxunuşlarda qəbul edildi. Rüstəm Mikayılzadə, Atababa Vəliyev, İTV Xəbər.